Salam əzizləyicilər. Bugün soğan halqası hazırladım. İlk önce soğanları halka halka doğradım. Sonra 2 qab götürdüm. Bir qaba 1 stəkan un, yarım çay qaşığı duz, yarım çay qaşığı sarı kök, yarım çay qaşığı qara istiot və yarım çay qaşığı qırmızı istiot əlavə edib qarışdırıram. Sonra bir qaba 2 yumurta, yarım stəkan su, 1 stəkan un və sarı kök, qara istiot, duz, qırmızı istiot, soda, hərəsinə yarım çay qaşığı əlavə edib qarışdırıram. Sonra soğan halqalarını sulu qarışıma, sonra quru qarışıma batırıb yığıram. Sonra yağı qızdırıram və qızartmağa başlayıram. Super ləzzətli soğan halqalarını alınır. Buyurun siz də edin və baxanlardan bir like, bir abunə və bir yorum gözləyirəm. Və siz heç soğan halqası etmişsiniz? Big Ağız. Kanat kanat saklayın, sözüm vardır benim size. Turnalara turnalar, sözüm vardır benim size. Turnalara turnalar. Katarlaşıp ne diyardan gelirsin. Durnalar, ay durnalar, bir haber versen. Yoşef kanalına abone olup like atmayı ve yorum yazmayı unutmayın.